İnsanın bəzən sıxıntıları, çətinlikləri dözülməz dərəcədə olanda insan çıxış yolu axtarır ki, mən bu şeylərdən xilas olum. Amma bunu başa düşmək, əgər dərk eləsə insan, o zaman onun üçün çətinliklər də asan olur, həmçinin çətinliklərdən xilas ola bilər. Bunu başa düşməlidir ki, bəzən çətinliklərin özünü Allah Taala özü yaradır. Hətta Qurani-Kərimdə də var və hədislərimizdə də var ki, Allah Taala özü bəzən çətinliklərə salır. Özü də bəzi hallarda dözülməz çətinliklərə salır ki, insanı əslində o çətinliklərin içərisində yetişdirir. Baxın, Fələq surəsində Allah Taala buyurur ki, çətinlik olanda neyinin? Mənə sığının. Özü də elə bir ümidverici söz də işlədir ayənin içərisində ki, Qul əuzu bi rabbil fələq de, mən sığınıram fələqin Rəbbinə. Fələq nədir? Dan yeri söküləndə ki, günəş çıxmazdan əvvəlki dan yeri sökülür və işıqlığa başlayır. Onu demək istəyir ki, Allah Taala elə deyərdi ki, məsələn, deyinən sığınıram öz Rəbbimə, Allahıma. Çünki bu fələq sözünün içərisində də Allah Taala bir ümid verir. Çünki bəzi şeylər əgər sınarsa, bəzi şeylər aradan gedərsə, onların içərisində həyat var. O da nədir? Məsələn, Allah Taala Qurani-Kərimdə bir ayədə buyurur ki, İnnəllaha faliqul habbi vən-nəva. Allahdır toxumu göyərdən, toxumu yaran və çərdeyi yaran. Əslində Allah Taala biz də bilirik ki, Allah eləyir bunu. Amma burada nəyi çatdırmaq istəyir? Bunu çatdırmaq istəyir ki, əgər toxum yarılırsa, bəzi sınmaqlar var ki, içərisində həyat var. Toxum yarılırsa içərisindən həyat başlayır, göyərməyə başlayır. Əgər yumurta sınırsa, içərisindən cüzə çıxır, yenə də həyat başlayır. Əgər qaranlıq yarılırsa, dan yeri sökülürsə, yəni günəşin çıxmasına işarədir, yəni yeni gün başlayır. Bunların hamısı insana nə verir? Bir ümid verir ki, insan çətinlikdə olanda bilsin ki, bir ümid yeri var. Allah Taala ümid verici ayə ilə çətinliklərdən çıxardır. Bunu bilsin insan ki, əgər nəyimsə sınıbsa həyatında, əslində bunun içərisində Allah tərəfindən olduğuna görə bir həyat var, yeni bir həyat başlayır. O cümlədən buna görədir ki, insan gərək hər bir çətinliklərdə istər o çətinliklərin səbəbkarı olsun, istər də o çətinliklərdən xilas eləyən olsun, yeganə şəxs olan Allahın ətəyindən yapışsın, Allaha sığınsın.